video izahımda antropogenez mövzusu haqqında məlumat verəcəm. Antropogenez insan təkamülünün öyrənilməsidir. Antropos insan, genezis doğulma, mənşə deməkdir. İnsan təkamülü ilə bağlı bir neçə alimlərin fikirləri vardır. 17-ci əsrdə insanı heyvan mənşəli olmasına dair bir neçə fikirlər meydana çıxırdı. Bunlardan ilk fikirlərdən biri Carl Linneyin fikri idi ki, o insanı primatlar dəstəsinə aid etmişdir və bilirik ki, primatlar dəstəsi məməlilər sinifinə aiddir. İnsan da elə məməlilər sinifində olan heyvanların bəzi quruluşları, orqanizmin anatomik quruluşları vardır ki, bu quruluşlara biz sadalaya bilərik ki, əzələli diafraqmanın olması, kəsici köpək, yəni ixtisaslaşmış dişlərin olması, plasentanın olması, əksər məməlilərdə olduğu kimi boyunun 7 fəqərədən ibarət olması, süd vəzlərinin olması, qulaq seyvanının olması, qulağında 3 cüt sümüyün olması məməlilər sinifinə aid olmasını göstərirdi. Jean-Baptiste Lamarck insanın əcdadının meymuna bənzər heyvan olduğunu söyləmişdir. Ümumilikdə iki anlayış vardır. Meymuna bənzər insanlar, insana bənzər meymunlar. Belə deyim, meymuna bənzər insan dedikdə təsəvvür edin ki, ilk dünyaya gələn insan, hələ yer kürəsində ev yox, yaşayış məskəni yox, qida ixtisaslaşması yox, geyim yox. Təbii ki, insan heyvanlarda olduğu kimi meşə şəraitində, çöl, çəmən bu kimi yerdə yaşayacaq. Onun quruluşu və hərəkətləri təbii ki, hansısa bir heyvanı xatırladacaqdır və bu da meymuna bənzər heyvanı xatırlatmışdır. Bir də var insana bənzər meymunlar. İnsana bənzər meymunlar isə, gəlin insana bənzər meymunlara baxaq. Bunlar deməli şimpanze, hippon, gorilla, orangutan bu meymunlardır. Hər birinin insana bənzərliyi vardır. Belə ki, şimpanzenin kəllə quruluşu, ətraflarının ölçüləri, hipponun yastı döşlü qəfəsli, kəllənin hamar olması, gorillanın ümumi bədən nisbətləri, orangutanın 12 cüt qabırğası insana çox bənzərliyini göstərmişdir. Hətta şimpanzenin xromosom aparatındakı nukleotit ardıcıllığının oxşarlığı da insandan demək olar ki, birə-bir oxşardır. Hətta 90% oxşarlığı qeydə alınmışdır. Belə ki, gəlin baxaq görək, bəs bu meymunlarla insanların başqa nə cür quruluş oxşarlıqları var? Məsələn, meymunlarda da quyruq reduksiyaya olubdur, yastı dırnaqları var. Onlarda da dişlər 32 ədəddir və kəsici köpək ağzı dişlər kimi ixtisaslaşmışdır. Barmaqlar bir-birlərinə qarşılaşdıra bilirlər. 12-13 qabırğaları var, 5-6 oma fəqərəsi var. Bundan əlavə meymunlarda da biz xəstəliklərdən, insanın xəstəliklərindən rast gələ bilərik. Belə ki, vəbadır, vərəmdir, çiçəkdir, qarın yatalağıdır. Bu kimi xəstəliklərə rast gəlmək olar. Bundan əlavə meymunlarda qan qrupları da 4 qan qrupudur. Bu kimi, yəni həm xəstəlik cəhətindən, həm quruluş cəhətindən deməli meymunları insana bənzərlikləri vardır. Bundan əlavə deməli baxacağıq deməli alimlərin fikirlərindən Charles Darwin. Charles Darwinin fikirlərinə baxdıqda Charles Darwin insanı ən son deməli varlıq kimi qeyd eləmişdi. Deməli, insanın ən son halqa kimi və ən son varlıq kimi Charles Darwin söyləmişdi. Bundan başqa Friedrich Engelsin də insan təkamülündə fikirləri vardır ki, o söylürdü ki, insanın formalaşması üçün ən əsas həlledici rol əməkdir. İnsan təkamülündə embrioloji dəlillərə baxaq. Burada biz deməli baxacağıq rüşeyin inkişafında hansı əlamətlər üzə çıxır. 1 aylıq rüşeyimdə 2 kameralı ürək, 3 cüt qəlsəmə yarığı, barmaqlar arasında pərdə, kloaka, qovuqçuqlardan ibarət baş beyin, hansı ki bu balıqlarda da bu şəkildə idi. 6 həftəlik rüşeyimdə çoxlu süd vəzləri görmək olar. 3-4 aylıq döldə üzəri çoxlu tüklə örtülü olduğunu görürük. Bu da əvvəlki əcdadın sanki quruluşlarını xatırladırdı. Bu nə deməkdir? Yəni bizim insanların əcdadı
elə heyvanlara bənzər quruluşda olmuşdur. Bunu sübut edir. Bundan başqa insan təkamülü, yəni antropogenezi sübut edən digər amillərdən biri paleontoloji dəlillər olmuşdur ki, paleontoloji dəlillərə əsasən ilk dəfə insanın Mezozoy erasında yaşayan pişik boyda canlılardan başlanğıc götürüldüyü qeyd olunurdu. Deməli, pişik boyda canlılar harda yaşadı? Mezozoy erasında və oradan başlanğıc götürdü parapiteklər. Parapiteklər özləri 3 şaxə verdilər. Hippon, orangutan və driopiteklər. Hipponun nə demişdi? Hippon kəlləsinin və döş qəfəsinin hamar olmasına görə insana bənzəyirdi. Orangutanda isə qabırğa sayı 12 cüt idi. Yəni döş fəqrəsi 12 ədəd idi. Hər birinə bir cüt qabırğa birləşmişdi. 12 cüt qabırğa deməli insana bənzərliyini göstərmişdi. Və digər bir şaxə driopiteklərdir ki, driopiteklər özləri 3 şaxəyə ayrılır. Qorillalar, şimpanze və avstralopiteklər. Qorilla bədəninin ölçüləri çanaqdır, biləkdir, onurğa sütununun ölçülərinə görə insana bənzəyirdi. Şimpanze deməli, həm kəlləsinin quruluşuna görə, bədən ölçülərinin quruluşuna görə, həm də xromosom aparatındakı deməli nukleotit ardıcıllığının quruluşuna görə insana bənzəyirdi. Və bir şaxə də avstralopiteklərdir. Avstralopiteklər ilk bacarıqlı insana başlanğıc verildiyi güman edilir. Qeyd edim ki, pişik boyda qədim əcdad Mezozoy erasında, parapiteklər paleogenda, driopiteklər neogenda, avstralopiteklər də elə neogenda mövcud olmuşdular. Gəlin indi bir-bir hər birinin quruluşuna baxaq. Parapiteklər qədim insana bənzər meymun artıq sayılırlar. Afrikada, Asiyada və Avropada rast gəlinmişdilər. Və onların 3 şaxə olduğunu qeyd elədik. Orangutanlar, hipponlar və driopiteklər. Driopiteklər artıq hansı dövrdə mövcuddular? Paleogenda mövcuddular və driopiteklər zənn edilirdi ki, deməli onlar əvvəllər ağacda yaşayırdılar. Neogen dövründən başlayaraq artıq ağacdan yerə düşməyə məcbur olurlar və driopiteklərin gözləri, eşitmə orqanları yaxşı inkişaf edibdir. Bədən ölçüləri dəyişib, beyinləri daha yaxşı inkişaf edibdir. Avstralopiteklər sürü halında yaşayırdılar. Onlarda ənsə dəliyi kəllə qutusunun mərkəzinə doğru çəkilmişdir və bu da baş ölçülərini daha da balacalaşdırırdı. Üz amma daha böyük idi və onların arxa ətraflarının daha güclü olduğu bilinirdi. Çünki onlarda çanaq, bud sümükləri insan sümüklərinə daha çox oxşayırdı. Amma daha çanaqları geniş olması hətta onların dik gəzmələrini də göstərirdi. Bundan başqa onlar daş və sümük alətlərindən istifadə edirdilər. Dişlərinin quruluşlarına görə də avstralopiteklərin dişləri insan dişlərinə daha çox oxşayırdı. Və alimlər bu şaxəni bacarıqlı insan adlandırırdı. Belə ki, avstralopitek sözünün mənası cənublu meymun və ya oradan da başlanğıc bacarıqlı insan götürmüşdü deyirdi. Və beləliklə avstralopitek ilk bacarıqlı insana şaxə verdi. Və artıq bacarıqlı insanların 3 şaxəsini götürəcəyik. 3 şaxə deyəndə belə deyim, 3 insanı 3 yarım cinsə böləcəyik. Ən qədim insanlar və müasir insanlar. Ən qədim insanlara pitekantroplar aiddir və sinantroplar, Heidelberg adamı və azıxantrop aiddir. Gəlin pitekantroplar haqqında məlumata baxaq. Deməli, pitekantroplar dedik ki, Asiyada ilk dəfə İndoneziyanın Yava adasında tapılmışdır və onların boyları 170 sm olmuşdur. Gözlərinin üstlərində qaş üstü yastıqcıqlar vardır və onların dilinin altında çıxıntılar olmadığı üçün nitqi yox idi. Yəni çənə altı çıxıntıları yoxdur deyə nitqləri də yoxdur. Bəs hansı alətlərdən istifadə etmişdilər? Daş alətlərdən. Ərsindi, burğudu bundan istifadə etmişdilər. Sürü halında yaşamışdılar və oddan istifadə etmişdilər. Yaşayış məskənləri yox idi. Paltar isə geyinmirdilər. Bir də deyək, pitekantrop ilk dəfə Yava adasında tapıldı. Boy ölçüsü 170 cm-dır. Gözlərinin üzərində qaş üstü yastıqlar vardır. Çənə altı çıxıntıları olmadığı üçün nitq qabiliyyətləri yoxdur.
paltar geyinmirdi, yaşayış məskəni yox idi, sürü halında yaşayırdılar və oddan istifadə etmişdilər. Sinantroplar, bunlara Çin adamları da deyirlər. Sinantroplar ilk dəfə Çində Pekin yaxınlığında tapılmışdır. Onların deməli yenə nitq qabiliyyəti yoxdur, çünki çənəaltı çıxıntıları yoxdur. Yenə qaş üstündə yastıqcılar var və onlarda sağaxay olması görülmüşdür. Bu da beynin sol payının daha yaxşı inkişaf etməsi ilə əlaqədar idi. Və onlar deməli buynuz və sümük alətlərindən istifadə edirdilər və oddan istifadə edirdilər. Oddan istifadə edirdilər. Hətta odu ilk dəfə qoruyub saxladı hansılar? Sinantroplar və dəri paltar geyindilər. Oddan istifadə edirdi pitekantroplar. Od mövcud idi Avstralopiteklərin dövründən. Sinantroplar isə artıq odu qoruyub saxlaya bilirdilər və dəri paltar geyinirdilər. Heidelberg adamı ilk dəfə Almaniyada tapılmışdır və onun çənə sümüyü tapılmışdır. Çənə sümüyünün xromosom yığımına baxılmış və bu deməli həmin çənə qadın orqanizminə aid olmuşdur və ən qədim insanların xüsusiyyətləri olduğu qeyd olunmuşdur və Hannibal olduqları da çənə quruluşuna görə bəlli idi. Azıxantrop da Azərbaycanın Xocavənd rayonu ərazisində Azıq mağarasında tapılmışdır. Onlar da dəri paltar geyinmiş, daş və sümük alətdən istifadə etmişdir və ocaqdan istifadə edərək artıq yeməklərini bişirərək yemişdilər. Keçək qədim insanlara. Qədim insanlar Neandertallardır. Neandertallar ilk dəfə Almaniyada tapılmışdır. İspaniyada tapılmışdır. Sonra tam skeleti Almaniyada tapılmışdır. Demək ilk dəfə İspaniyada tapılır. Sonra tam skelet Almaniyanın Neander çayında tapılır. Boyları 155-160 cm olmuşdur və onlar artıq 50-100 nəfərlik qruplar halında yaşayırdılar. Dəri paltar geyinir, oddan istifadə edirdilər və artıq onların deməli odu əldə edə bilirdilər. Odu istifadə edirdi, hətta odu əldə edə bilirdilər. İlk dəfə onlarda bəzilərində, hamısında yox, amma bəzilərində artıq nitq var idi. Nitq ilk dəfə burada yaranmışdı və qaş üstü yastıcıqlar hələ var idi bunlarda. Amma alınları maili formada idi. Deməli və belə deyim, bunlarda əmək bölgüsü var idi. İlk dini Rüşeymdə Neandertallarda var idi. Neandertallarda nə oldu? İlk dəfə İspaniyada tapıldı. Tam skeleti Almaniyada tapıldı. Boyları 155-160 cm-dir. 50-100 nəfərlik qruplarda yaşayırlar. Dəri paltar geyinirlər. Odu istifadə edir. Hətta onu əldə edirlər. Sonra qeyd elədik ki, artıq bunlarda ilk dəfə nitq yaranmağa başlamışdı. Əmək bölgüsü var idi. İlk dini Rüşeymdə burada idi və sığınacaqlarda yaşamağa başlamışdılar. Artıq müasir insana baxaq. Müasir insan Kramanyonlardır və Kramanyonlar qeyd edim ki, artıq bunlarda özləri sənət işləri ilə məşğul idilər. Rəsm çəkirdilər, artıq bacarıqlı idilər. Boyları 180 cm idi. Qaş üstü yastıqları yox idi. Tam təmiz nitq danışırdılar. İlk dəfə Fransada tapılmışdı. Əmək alətlərindən daha yaxşı istifadə edə bilirdilər.